Bugün Sabah Rezidensdayıq. Burada mənzillər elə də tez-tez satışa çıxmır. Bugün sizlərə çox möhtəşəm bir mənzil təqdim edəcəm. Gəlin gedək mənzilimizə tanışaq. Hər bir xanımın xəyalındakı mənzildir. Niyə xanımlar məhz bəylər yox? Çünki bir evi ev eləyən hər zaman xanımlar olur. Bura mənzilimizin zal hissəsidir. Görürsünüz necə zövqlə, necə səliqəli, tələsmədən bir dizayn olunmuşdur. Ən əsas da xüsusilə baxın buraları vurğulamaq istəyirəm. Hər bir imza detalına kimi xanım şəxsən özü dekorunu verib. Hər bir mebellərimiz, yumuşaq mebellərimiz, stol stullarımız, hər biri Türkiyədən gəlmə özəl istehsal olan mebellərdir. Keçid edirik zalımızdan balkona çıxışımız və balkondan bu gözəl mənzərəyə baxış hissəmiz. Qarşısı alınmayan və hər zaman bu gözəlliyə oyanacağınız bir mənzərə. Şəhərin tam mərkəzində 13-cü mərtəbədə yerləşən bu gözəllik. Allah hər kəsə belə bir evdə və bundan da daha gözəl evlərdə yaşamağı qismət eləsin. Və keçək mənzilimizin mətbəx hissəsinə. Mənzili gəzdikcə həqiqətən də xanımımızın zövqünə heyran qalıram və mətbəx hissəmizdən də balkona çıxış hissəmiz. Və bu çıxış hissəmizdə gördüyünüz kimi həyata baxır və keçək mənzilimizin digər otaqlarına. Və bura isə bizim uşaq otağımız. Mən hələ heç bir mənzildə belə gözəl bir dizayn görməmişdim. Bu mənzildə təmir olunub, bitən kimi isə yaşayış qətiyyən olmayıb. Və bura qanuni 4 otaqdır, lakin 3-ə düzəlib və həqiqətən də möhtəşəm bir layihə ilə düzəlib. Və gördüyünüz kimi bütün otaqlarımızın vitrajlı pəncərələri zəhmət olmasa buranı çəkin və hər bir otaqdan isə balkona çıxışımız mövcuddur. Və yenə mənim balkon problemim var, mən bu balkonları aça bilmirəm də. Açaq buranı. Və hər bir otağımızdan bu gözəl mənzərə. Mənzərə. Orada bir də mahnı var, gedirə belə mənzərə. Bura bizim hol hissəmizdir. Gördüyünüz kimi qapılarımız necə gözəl, divar içi yığılmışdır və burada gözəl, möhtəşəm bir güzgümüz var. Hol hissəmizdə özünə məxsus ümumi hamam otağımız yerləşir. Ən sonuncu otağımız bizim yataq otağımızdır. Girdik, qardırob hissələrimiz gördüyünüz kimi necə geniş divar içi qardırob hissəsi yığılmışdır. Zəhmət olmasa gəlin. Yataq otağımızın özünə məxsus hamam otağı da mövcuddur. Mənzil çox ürək açandır və xanımlarımızın arzuladığı bir yataq otağıdır. Qardıroba baxın. Yəni satış məqsədi ilə təmir olunan bir mənzil deyil. Sən baxın, mebellər. Özünüz zaten videoda mən gəldikcə görürsünüz ki, mənzil həqiqətən də şəxsi mənzildir, şəxsi təmir olunub. Yataq otağımızdan balkona çıxış. Görürsünüz, hər bir yerdən, hər bir otaqdan, mənzilin 4/1 küncündən bura necə gözəl görünür. Mən arzulayıram ki, bu evi alan hər kəs bu evdə çox gözəl və çox xoş bir xatirələrlə yaşasın inşallah. Bu mənzilə sahib olmaq və bu mənzildə yaşamaq istəyirsinizsə, mənimlə əlaqə saxlamağı unutmayın.